Putinlə növbəti diqqət çəkən və olduqca düşündürən bir açıqlama gəlib. Yuxudan adətən özüm oyanıram, amma bəzən çox maraqlıdır. Rusiya prezidenti artıq neçənci dəfədir ki, buna bənzər qeyri-adi bir açıqlaması ilə yadda qalır. Bundan əvvəl də təxminən bir neçə gün öncə mediada belə bir başlıqlı yazı da dərc olunmuşdu və qeyd olunurdu ki, Rusiya prezidenti öz yatdığı otağı göstərərək mən burada gecəliyirəm, burada yatıram, indi isə yuxudan özüm dururam deyə növbəti bir açıqlama ilə çıxış edib. Bu, hər halda el bənzətməsi var, xüsusilə gənclər arasında. Bilmirəm, loru dildə bunu səsləndirmək nə qədər düzgündür, düzgün deyil. Yuxudan adətən özüm dururam ifadəsini, özüm oyanıram ifadəsinin məhz bu cür qarşılığını vermək olar ki, bəzən kimlərsə gənclər xüsusilə zarafat edərək deyir ki, özüm yatıb özüm dura bilirəm. İndi Putin də sanki onun rus dilində olan bir versiyasını xatırladır ki, bəli, mən özüm yatıb özüm dururam, amma bəzən təbii belə bir qeyri-adi, komik bir mənzərə ilə qarşı-qarşıya qalmış bir haldayıq. Yəni, hər halda bir prezidentdən söhbət gedirsə, o yataq otağını göstərir, deyir, burada yatıram. Bu aydın məsələdir ki, orada yatmalıdır, orada gecələnməlidir və özü yatıb özü də durmalıdır. Bu normal bir şeylərdir. Bunu media vasitəsilə liderlər tərəfindən səsləndirilməsi, Putin səviyyəsində ifadə olunması bu Rusiyanın indiki əhval-ruhiyyəsinin nə dərəcədə hansı səviyyəyə gəlib çatdığını bir daha göstərir. Hər halda, baxın, görün, dünya nə ilə üz-üzə qalmış bir haldadır, nəyə doğru gedirik, hansı proseslər içərisindəyik və Putin deyir ki, mən burada gecəliyirəm, özüm yatıram, özüm dururam. Yəni, bir dövlət başlı dünyanın o qədər böyük qlobal problemləri var, Rusiya daxilində vəziyyət ağırdır, başqa bir cəbhədə, Ukrayna ərazisində işğalçı müharibə gedir. Bundan danışmaq yerə bu problemlərin həlli istiqamətində nələr olmalıdır, nə etməliyik, bu səhvləri necə aradan qaldırmaq olar, bu bataqlıqdan xilas olmağın yollarını tapmalıyıq deyə düşünməli olduğu ərəfədə yataq otağını göstərir ki, mən burada yatıram, mən özüm yatıram, özüm dururam. Yəni, Rusiya bu haldadır, belə bir vəziyyət içərisindədir. Hər halda müsahibədə də bu başlıq qeyd olunur. Rusiya televiziyası Pavel Zarubinin jurnalist Zarubinin müsahibəsində Rusiya Kreml Putin 25 il adlı yeni sənədli filmdə yayımlayıb. Filmdə Vladimir Putinin 25 illik hakimiyyəti dövründə şəxsi həyatına və fəaliyyətinə dair məlumatlar da qeyd olunur. Filmdə yer alan fraqmentlərdən birində Putin bu illər ərzində heç şübhəsiz və ya nəyə görə bütün bunlar mənim başıma gəlir, hissiniz olubmu sualına gülümsəyərək cavab verir. Xeyr, heç vaxt olmayıb. Putin həmçinin gündəlik həyatından da danışaraq bildirir ki, əksər hallarda özü oyanır, lakin bəzi hallarda ciddi hadisələr olduqda əməkdaşlardan onu vaxtında oyatmalarını xahiş edir, bəzən uşaqlar zəng edir, əgər hansısa ciddi məsələdirsə, mən öncədən zəng etmələrini xahiş edirəm, amma adətən özüm oyanıram deyə o qeyd edir. Çəkiliş qrupu Kremlin daxilində yerləşən prezident mənzilini də ziyarət edərək Putin burada Çin lideri Xi Jinping'in və sabiq Amerika Birləşmiş Ştatları prezidenti Bill Clinton'la çay içdiyi kaminin qarşısını göstərir. Həmçinin mətbəx və soyuducunun içi, evdəki şəxsi kilsə, piano, kitabxana da nümayiş etdirilir. Rusiya Kremlin Putin 25 illik sənədli filmi 4 may tarixində Rusiya 1 televiziya kanalında nümayiş etdiriləcək. Русские украинцы единый народ. И то, что сейчас происходит, это огромная трагедия, похожая на гражданскую войну между братьями, когда братья оказались по разную сторону. Но в значительной степени они-то здесь даже ни при чем. Вот весь Юго-Восток. Trumpa mesaj, bu ölkələr müdafiə paktı imzalayır. Fransa və Polşa müdafiə və iqtisadi məsələləri əhatə edən bir müqavilə imzalayacaq. Bu qərar Rusiya təcavüzü və Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik zəmanətləri ilə bağlı qeyri-müəyyənlik fonunda ölkələrin hərbi əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı növbəti addımdır. Bu barədə Financial Times nəşri məlumat paylaşır. Qeyd olunur ki, bu sənəd 9 may tarixində Fransa prezidenti Emmanuel Macron və Polşa baş naziri Donald Tusk tərəfindən imzalanacaq. Müqavilə illərlə hazırlanırdı, lakin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Rusiya ilə bağlı eyhamlar etməyə və 10 illiklərdir Avropa təhlükəsizliyinin əsasında duran Amerika Birləşmiş Ştatları zəmanətlərini geri çəkməklə hədələməyə başlamasından sonra bu sənəd yeni əhəmiyyət qazandı deyə nəşr tərəfindən yazılan məqalədə qeyd edilir.
Polşanın analitik mərkəzinin təhlükəsizlik üzvü analitiki Aleksandr Alix bildirir ki, Tusk həmçinin Vaşinqtona uzun illər əsas müttəfiqimiz olmuş bir ölkəyə mesaj göndərir. Bu, Polşanın təkcə Amerika Birləşmiş Ştatlarından asılı olmadığını, həm də digər güclü nüvə müttəfiqlərinə sahib ola biləcəyini açıq şəkildə göstərən bir mesajdır. Ukrayna Rusiyanın Stavropol diyarındakı kosmik kəşfiyyatın əsas obyektinə uğurlu hücum edib. Bu barədə Ukrayna mətbuatı məlumatları yayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Kovalenko bildirib ki, mayın 2-si gecə dronlar Zvezda kodu adlı hərbi hissəni vurublar. Bu cəbhəni izləyən və kiber casusluqda iştirak edən Rusiya kosmik elektron kəşfiyyat sisteminin əsas qovşaqlarından biridir. Məlumatda qeyd olunur. Eyni anda Krıma, PUA və dəniz dronları ilə iri miqyaslı hücumlar da həyata keçirilib. Dəniz dronları daşıyıcı platforma rolunu oynayıblar və onlardan taktiki aviasiya aerodromları və digər hərbi hədəflərə hücum edən zərbə dronları da buraxılıb. Hücumları Sevastopol qubernatoru da təsdiq edib. Vurulan hədəflər arasında raket təyyarələrinin yerləşdiyi digər aerodromlar da yer alıb. Qazaxıstan hakimiyyəti Rusiya Federasiyası Dövlət Dumasının 4 deputatına və bir keçmiş parlament üzvünə ölkəyə daxil olmağı qadağa edib. Modernaz xəbər verir ki, qərarın səbəbi bu şəxslərin Qazaxıstan və onun rəhbərliyi barədə ictimai şəkildə təhqir edici və düşmənçilik ifadələri yayması olub. Beləliklə, qara siyahıya Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Dumanın Beynəlxalq İşlər Komitəsinin birinci müavini Vyacheslav Nikanov, White Rusiya Partiyasının deputatları Yevgeni Fyodorov və Konstantin Zatulin, həmçinin Rus evi düşüncəsinin başçısı keçmiş deputat Yevgeni Primakov da daxil edilib. Gördüyünüz kimi növbəti dəfə Azərbaycanı bir zamanlar belə bu kimi ifadələrlə şantaj edən, təhdid etməyə çalışan siyasi qüvvələr, dairələr heç də bu fikirləri təbii ki, indi də belə deyək, bəyan etməkdən çəkinmirlər. Ara sıra biz dəfələrlə Zatulinlərin və digər ovların, yevlərin bizə qarşı müəyyən belə axmaq fikirlərini səsləndirilməsini şahid oluruq və nəhayətində yenə də bu ənənəni növbəti dəfə davam etdirdiklərini, heç də bundan asanlıqla vaz keçməyəcəklərini və nə qədər ki Rusiya var, Rus şovinizmi, Rusiyanın ambisiyaları özü ilə bərabər yaşayacağını bir daha nümayiş etdirirlər və bunu etiraf etməkdədirlər. Biz isə görürük, yəni Ukrayna savaşında Rusiyanın nəyə qadir olduğunu, Rusiyanın bacarığının, Rusiyanın dırnaqarası məharətinin nələrə gətirib çıxaracağını, yol açacağını və onların nə düşüncə ilə, hansı səviyyədə hərəkət etdiklərini bir daha bariz nümunəsi ilə üzə qalmış vəziyyətdəyik. Öz qardaşları, öz doğmaları, Slavyan birliyinin bir hissəsi hesab etdikləri 3 dövlət, Belarus, Rusiya, Ukrayna arası Şərq Slavyanlarından hesab olunur. Yəni öz qardaşlarına, doğmalarına bugün nələr yaşadırlar, amansız işgəncələr, əsl belə deyək ki, faşizm nümunələri orada görünür və bunun kadrları, videoları, fotoları 3 ildən artıq davam edən müharibədə hər birimiz bunları görmüşük. Buçada, İrpəndə, Mariupolda, bugün yenə həmin proseslər, paytaxt Kiyevin vurulması, Sumi şəhərinə edilən terrorçu hücumlar, Krivolok şəhəri, Zelenskinin anadan olmuş olduğu torpaqdan, bölgədən söhbət gedir. Bütün bu, bütün Ukrayna ərazisini əhatə etməklə təcavüzkar agresiya Rusiya tərəfindən bütün dünyanın gözü qarşısında nümayiş etdirilməkdədir. Yəni özlərinin yaxınlarına, doğmalarına bunu edən Rusiya dünyanı da bir daha bunun üzərindən hədələməkdədir ki, baxın, mən hələ öz yaxınlığıma, öz doğmama və öz belə ətrafımda olanlara bunu edə bilirəmsə, gör uzaqlara nələr edə bilərəm, yəni uzaqlar haqqında təsəvvürlərim necədir və bunu da növbəti dəfə etiraf edirlər. Yəni belə bir qonşu ilə, belə bir dövlətlə, belə bir regionda mövcud olan imperiya ambisiyalarını özündə qoruyub saxlayan rejimlə bütün dünya qarşı-qarşıya qalmış bir durumdadır.